Hamıya salam. Bu gün sizinlə Enneaqram mövzusu üzərindən danışacağıq. Enneaqram özünüzü daha yaxşı anlamağa və tanımağa kömək edən bir yol xəritəsidir. Enneaqramın istifadə olunduğu əsas iki sahə var. Özünü tanımaq, özünü anlamaq, yəni özünü olduğu kimi görə bilmək və başqalarını anlamaq. Yəni daha uyğun, daha düzgün münasibətlər qura bilmək. Əsas etibarilə Enneaqramdan özümüzü anlamaq üçün istifadə edirik. Özümüzü anlamaq dedikdə isə burada özümüzün neqativ tərəfləri, arzularımız, qorxduğumuz mövzular və yaxud da özümüzün zəif və güclü tərəflərimiz, hansı situasiyada hansı reaksiyanı verə biləcəyimizin fərqində olmaq, bunlar daxildir. Enneaqram sistemini cəld və düzgün şəkildə mənimsəyən şəxs özünə müsbət şəkildə yanaşmağı öyrənir və özünün real qabiliyyətlərinin və zəif və güclü tərəflərinin fərqinə varır. Enneaqram sistemindən faydalanmaq üçün ümumiyyətlə bu sistemə açıq fikirli yanaşmaq lazımdır. Yəni və biz açıq fikirli yanaşdığımız zaman artıq avtomatik olaraq nəyə necə reaksiya verəcəyimizi biləcəyik. Reaksiya versək mənfi nəticə alacağımızı və necə reaksiya versək isə müsbət nəticə ala biləcəyimizi əvvəldən öngörə biləcəyik. Enneaqram sistemində əsas məsələ özünü günahlandırmamaqdır. Çünki biz davranışlarımızı araşdırdıqca şəxsiyyətimizin kiçik yaşlarda özünü qorumaq məqsədi ilə formalaşdığını anlaya bilərik. Uzun müddətdir ki, biz müxtəlif şəxsiyyət göstəriciləri ilə yaşayırıq və bunları özümüzdə formalaşdırmışıq. Ancaq Enneaqramla tanış olduqdan sonra görə bilərik ki, bizə o neqativ, köhnə davranışlarımız, göstəricilərimiz lazım deyil və biz bunları tərk edə bilərik rahatlıqla və Enneaqramın bizə təqdim etdiyi sağlam səviyyələri mənimsəyə bilərik. Və bu sağlam səviyyəyə gələ bilmək üçün 3 mərhələ mövcuddur. Birinci mərhələ davranışımıza obyektiv, yəni tərəfsiz baxa bilmək, yəni özümüzü müşahidə edə bilməkdir. İkinci mərhələ davranışımızın arxasında duran motivləri anlaya bilmək, yəni özümüzü dərk edə bilməyimizdir. Nədir motiv? Motiv insanın nə etdiyi ilə deyil, niyə etdiyi ilə maraqlanır və bununla da biz öz ehtiyacımızı ödəyirik. Üçüncü mərhələ isə dönüşüm prosesini asanlaşdırmaq üçün fərqində olmaq və anda olmaq bacarığını inkişaf etdirməkdir. Özümüzü müşahidə edib anlayaraq özümüzü dərk edə bilərik. Lakin burada əsas zəruri olan fərqində olmaq və anda qalmaqdır. Çünki bunun sayəsində biz özümüzü daha yaxşı göstərə bilərik. Videomuzu sona qədər izlədinizsə, bəyənməyi, aşağıda şərh bölmələrində bizimlə fikirlərinizi bölüşməyi unutmayın. Eyni zamanda Enneaqramla bağlı çəkəcəyimiz növbəti videolardan xəbərdar olmağınız üçün səhifəmizi izləməyə alın. Növbəti videolarda görüşənədək.